Salam hörmətli abituriyentlər, fevral burja inqilabı və Azərbaycan mövzusunda danışacağıq. Qısa və konkret şəkildə izah eləməyə çalışacağam. Uzun-uzadı yox. 1917-ci ilin fevralında fevral burja inqilabı baş verir Rusiyada və nə olur? Çar 2. Nikolay devrilir. Bəs Rusiyanı kim idarə edirdi? Müvəqqəti hökumət. Amma müvəqqəti hökumətin rəqibi də var idi, Fəhlə Deputatlar Soveti. Rusiya Fəhlə və Əskər Deputatlar Soveti, əskərlər və fəhlələr yaratmışlar. Yəni Rusiyada dolayısıyla iki hakimiyyətlik yaranmışdı 1. Nikolaydan sonra. Burada bəzi şeylər var, onları sizə izah eləmək istəyirəm. Bolşeviklər, menşeviklər, eserlər, bunlar kimdir? Bolşeviklər daha çox fəhlələrin hüquqlarını müdafiə edirdilər, bərabərlik tərəfdarı idilər, sosial demokratlar idi. Menşeviklər də sosial demokratlar. Onlar da bolşeviklər kimi sosializmə, bərabər cəmiyyətin qurulmasına tərəfdar çıxırdılar. Amma bolşeviklərdən fərqli olaraq onlar sosializmə tədricən, yavaş-yavaş keçidinin tərəfdarı idilər. Bolşeviklər deyirdilər, varlılardan alınsın, kasıblara paylansın, varlı sinif məhv edilsin. Amma menşeviklər deyirdilər ki, biz bunu yumşaq yolla yavaş-yavaş eləyə bilərik. Yəni, əsas bunların arasında fərq bundan ibarət idi. Eserlər isə daha çox kəndli torpaq problemlərini dilə gətirirdi. Bunlardan fərqli olaraq. Bolşeviklər, məsələn, əsasən fəhlələrin hüquqlarını dilə gətirir, sənayedə çalışanların, eserlər isə kəndlilərin problemlərini dilə gətirirdilər. Yəni, eser, menşevik, bolşevik məsələsi budur. Tamam, harada qalmışdıq? Nikolay devrilir, müvəqqəti hökumət qurulur, legitim qanuni hökumətdir. Ona alternativ olaraq Fəhlə Deputatlar Soveti qurulur, sosial demokratların çox güclü dəstəyi ilə əskərlər və fəhlələr arasında. İndi Rusiyada iki hakimiyyətlik var. Müvəqqəti hökumət nə edir? Qafqazı idarə eləməsi üçün Cənubi Qafqaz komitəsini yaradır. Bakını idarə eləməsi üçün isə ictimai təşkilatların icraiyyə komitəsini yaradır. Fəhlə Deputatlar Soveti də ondan geri qalmayaraq Bakıda idarəçiliyi ələ almaq üçün Bakı Fəhlə Deputatlar Sovetini yaradır. Yəni, bax, bu qurumlar budur. Yəni. Lakin tədricən nə baş verir? 1917-ci ilin oktyabrında bolşeviklər, sosial demokratlar müvəqqəti hökuməti devrirlər. Tamam, müvəqqəti hökuməti devriləndən sonra bu Qafqaz komitəsi və İTİK yetim qalır. Bakı Fəhlə Deputatlar Soveti Bakıda İTİK-i ləğv eləyəcək və özünü yeganə qanuni orqan adlandıracaq. Sovet hakimiyyətini tanımayan Qafqazlılar isə Azərbaycanlı, erməni və gürcü siyasətçiləri Cənubi Qafqaz komissarlığını yaradacaq. Yəni, ümumi senari bundan ibarətdir. Müvəqqəti hökumət devrilir, Fəhlə Deputatlar Sovetinin yaratdığı Bakı Fəhlə Deputatlar Soveti İTİK-i ləğv eləyir, Bakı şəhər dumasının səlahiyyətlərini məhdudlaşdırır. Oktyabrda Rusiyada bunlar qalib gəlirlər. Noyabr ayında Bakı Fəhlə Deputatlar Soveti, qısa desək Bakı Soveti, ki onun sədri də erməni idi, Stepan Şamyan, mart soyqırımını törədib, özünü yeganə qanuni orqan adlandırır Bakıda. Qafqaz komitəsi müvəqqəti hökumətin yaratdığı süqut eləyir, öz fəaliyyətini dayandırır. Onun yerinə Cənubi Qafqaz komissarlığı yaranır, hansı ki bolşevik hakimiyyətini tanımırdı. Və partiyalarımızdan Türk Ədəmi Mərkəziyyət və Müsavat Partiyası xüsusilə fərqlənirdi. Türk Ədəmi Mərkəziyyət Partiyası haqqında biz bilirik. Gəncədə yaradılmışdı, Nəsib bəy Yusifbəyli yaratmışdı. Demokratik Rusiyanın qurulmasının, federativ respublika olmasının tərəfdarı idi və türkçülük mövqeyindən birləşməyi daha çox təbliğ elirdi. Müsavat Partiyasının isə 1917-ci ildə, oktyabrın 25-də və 31-də qurultayı olur və yeni proqram qəbul olunur. Bu proqramda əsas müddəalar nə idi? Rusiya Demokratik Federativ Respublika olsun, əyalətlərdə yerli əhalinin ana dilli rəsmi dil elan olunsun, torpaqlar təmənnasız kəndlərin mülkiyyətinə verilsin, fəhlələr üçün də 8 saatlıq iş günü təmin edilsin. Qafqaz müsəlmanları qurultayı var 1917-ci ilin aprelində. Rəsulzadə Ümumrusiya Müəssislər Məclisində Rusiya müsəlmanlarına ərazi muxtariyyətinin verilməsi tələbini irəli sürür. Rusiya müsəlmanlarının ümumi qurultayı 1917-ci ildə mayda Moskvada. Burada artıq qətnamə qəbul olunur ki, Rusiya Federativ Respublika olsun. Federativ Respublika tərkibində muxtar respublikaların olduğu, yəni tərkibindəki bölgələrin, müəyyən bir əyalətlərin özünü idarə etmə hüququ olan bir respublikaya deyilir.
Rusiya Federativ Respublika olsun, yəni bizlərə muxtariyyət verilsin, müsəlman xalqlara milli ərazi muxtariyyəti verilsin. Yəni mövzu dərs ümumilikdə bundan ibarətdir. Çox uzatmaq istəmədim. Qısa və konkret şəkildə bir izah vermək istədim. Təfərrüatlı şəkildə əlbəttə ki, vəsaitdən öyrənəcəksiniz. Amma ümumi mənzərəsi budur. Yəni bu mövzunun ümumi mənzərəsi fevral burju inqilabı, ondan sonra oktyabr inqilabı, bolşeviklər, SR menşeviklər kimlər idi? Bütün bax bunlara çox qısa şəkildə toxunmağa üstünlük verirəm. Ümid edirəm ki, sizə bir yol xəritəsi cızdı. Növbəti mövzuda inşallah görüşmək ümidi ilə hələlik.